Salam, hər vaxtınız xeyir. Biz bu videoda riyaziyyat 6-cı sinif monitorinq imtahanına hazırlaşan, ümumiyyətlə təkrar edən və yaxud da ki, mənfi və müsbət ədədlər üzərində hesablamalarda çətinlik çəkən şagirdlərə bir dəstək üçün çəkirik bunu. Deməli, məsəl üçün bizə mənfi və müsbətin bir neçə həll üsulları var. Məsəl üçün bizdə ümumi mexanizm olaraq yazsaq, bizə verə bilər ki, mənfi A üzərinə gəlsin mənfi B. Bu formada verəndə, yəni mənfi 4 üstə gəlsin mənfi 2 yazdıqda bu hesablamanı necə aparırıq? Olduğu kimi mənfini mötərizənin qarşısına çıxardırıq. Sadəcə mötərizənin içində 4 üstə gəlsin 2 yazırıq. Yəni olur mənfi 6. Məsəl üçün, mənfi 4 üstə gəlsin 2 yaza bilər. Burada biri müsbət, biri mənfidirsə, böyükdən kiçik çıxıb böyüyün işarəsini yazacağıq. Böyük bilirik ki, 4-dür, 4-ün işarəsi mənfidirsə, cavabımız mənfidir. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıqsa, 4-dən 2-sini çıxıb böyüyün işarəsini yazdıq. Oldu mənfi 2. Daha sonra belə yaza bilər sizə. Mənfi 13 çıxılsın 18. Burada necə eləyirik? Yenə qarşısında 2 ədədi toplayırıq. Mənfini mötərizə xaricinə çıxardırıq. 13 üstə gəlsin 18 deməkdir bu. O da eləyəcək. Deməli, bizdən mənfi 31. Daha sonra, baxın bu formatda belə göstərim. Daha sonra, məsəl üçün yaza bilər ki, mənfi 1 üstə gəlsin, müsbət 1 üstə gəl 2, üstə gəl 3, üstə gəl mənfi 9. Bu formada həllə baxaq. Biri müsbət, biri mənfidirsə, bu toplananlar islah gedəcəkdir. Başqa heç nə yoxdur. 2-nin üstə 3 gəldim 5, 5-in üstə mənfi 9 gəlməliyəm. Biri müsbətdir, biri mənfi. Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazacağım. Yəni 9-dan 5-i çıxacağım 4. Böyüyün işarəsi isə mənfi, yəni cavabımız mənfi 4 olmuş olacaqdır. Daha sonra yenə sualların həllinə baxaq. Deməli, məsəl üçün sizə verə bilər. Yazır ki, ifadə şəklində mənfi M üstə gəlsin N, üstə gəlsin C, üstə gəlsin 2M, üstə gəlsin 6C, çıxılsın 8M. Bu formada verdi məsəl üçün sualı. Burada M-ləri bir hesablamalıyıq, N-ləri bir hesablamalıyıq, C-ləri isə bir hesablamalıyıq. Yəni, burada sadələşdirmə tipində verilə bilər. M-lərin biri müsbətdir, biri mənfidir. Birinci M-ləri hesablayaq. Mənfi M üstə gəlsin 2M. Bunun qarşısında heç nə yoxsa, deməli 1-dir. 2-dən böyükdən kiçik çıxıb böyük işarəsini yazmalıyam. Çünki biri müsbətdir, biri mənfidir. Deməli, 2-dən biri çıxacam 1, yəni 1M, o da ki 2-nin işarəsi müsbətdir deyə cavabımız da müsbət olur. İndi N-i işləməliyəm. N buradadır və buradadır. Yəni N çıxılsın 8N-dir. Biri müsbətdir, biri mənfidir. Böyükdən kiçik çıxıb böyük işarəsini yazmalıyam. O da 7N, özdə mənfi 7N, çünki böyüyün işarəsi mənfidir. Daha sonra C ilə 6C'ni toplayanda olduğu kimi 7C. İndi ifadəni yazıram. M çıxılsın 7N üstə gəlsin 7C. İfadəni sadələşdirdikdə qiymətimiz bu formada oldu. Daha sonra mənfi və müsbət ədədlərin vurulması və bölünməsinə baxırıq. Vurulmasını bilsək, bölünməsi də eyni qaydadır. Vurulma və bölünməsi. Bölünmə. Məsəl üçün, mənfini vururam mənfiyə. Bunu belə yazım dırnaq içində. Mənfini vururam müsbətə. Müsbəti vururam mənfiyə. Aha, mənfini mənfiyə vuranda həmişə 2 dənə negativ yan yana gəlib, onlar müsbətləşəcəkdir. Artıq bu müsbət olacaqdır. Cavabımız müsbət olur. Vuranda da, böləndə də. Burada vurma da ola bilər, bölmədə. Hər ikisində eyni şey alınacaqdır. Yəni, mən mənfi 2-ni mənfi 4-ə vururamsa, cavabım artıq müsbət 8 alınmış olacaqdır. Amma müsbəti mənfiyə, mənfini müsbətə vuranda cavabımız həmişə mənfi alınacaqdır. Məsəl üçün, mənfi 2-ni müsbət 4-ə vuranda da mənfi 8 alınacaq. Müsbət 2-ni mənfi 4-ə vuranda da mənfi 8 alınacaq. Böləndə də eyni qaydadır. Mənfini müsbətə bölürəmsə və yaxud da ki, müsbəti mənfiyə bölürəmsə, cavabım mənfi. 2 mənfini bir-birinə bölürəmsə, cavabım həmişə müsbət olur.